Salam, vaxtınız xeyir olsun xanımlar. Bugün mən sizə güldanı qəlibdən rahat necə çıxarda bilərik, onu göstərmək istəyirəm. Hər dəfə canlıda qızlar soruşurlar, göstərirəm, amma burada istədiyim video şəklində sizə göndərim. Məhlulu hazırladıktan sonra güldanın çətin çıxan yerlərinə vazelin krem sürdürürük. Bütün hər tərəfini vazelin krem sürdükdən sonra gibisi biz həmən qəlbi əlavə edirik. Həmişə qeyd edirəm ki, axıra qədər qəlbi doldurmursunuz. Yarısını tökürük gipsdə. Bütün o hava qabacıqları olan hissəni silkələyirik ki, çıxsın. Üstündə hava qabacıqları çıxanda üfürürəm mən sadəcə o həmən o hava qabacıqların üzərinə. Üfürürsünüz, o hava qabacıqları partlayır. Təkrar yenə qalan gipsi tökürük və qəlbi qoyuruq qurumağa. Gipsi daha doğrusu. Bir müddətdən sonra əlimizlə gipsin üzərini yoxlayırıq, görürük istidir, istiliyi var. Sonra istilik keçir, istilik keçəndən sonra qəlbi biz rahat çıxarda bilərik və qəlbi güldan hissəsini üzü yuxarı qoyuruq. Qəlbi bir tərəfə, gips fiquru da bir tərəfə əks istiqamətə fırladırıq. Barmağımızı, orta barmağımızı o həmən güldanın gül qoyan yerinə basıb rezini başlayır dartırıq və qəlbi tamamilə bir dəfə, axır dəfə lap çox dartıb axıra qədər çıxardırıq.